Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Esselamu aleyküm aziz ve değerli izleyicilerimiz. Sizinle İmam Tehavi'nin İslam akidesiyle bağlı yazmış olduğu risalesini okumaya devam edirik. Yeni dersimize geçmeden önce ötən dərsimizdə oxumuş olduğumuz maddələri qısaca olaraq xatırlayaq. 25-ci maddədən etibarən dedik ki, hər şey Allahın təqdiri və istəyi ilə cərəyan edər. Onun istəyi mütləq gerçəkləşər. Qulların istəyi ancaq Allahın diləməsi ilə gerçəkləşər. Belə olan halda Allah qulları üçün nəyi istəmişsə olar və nəyi istəməmişsə o da olmaz. 27-ci maddədə o, istədiyi kəsi lütfü ilə hidayət edər, qoruyar və afiyyət verər, istədiyini isə ədaləti ilə azdırar, köməksiz qoyar və imtihan edər. Və qulların hər biri onun iradəsi daxilində lütfü və ədaləti çərçivəsində hərəkət edirlər. O, Allah, ziddi və bənzəri olmaqdan uca, münezzəhdir. Onun təqdir etdiyinə qarşı çıxacaq, hökmünü dəyişdirib, təxir edəcək və əmrinə qalib gələcək heç kimsə yoxdur. 31-ci maddədə biz bütün bunlara iman gətirdik və hər birinin Allahdan olduğuna yəqinliklə inandıq. Heç şübhəsiz Muhammed sallallahu aleyhi və səlləm Allahın bəyənilmiş qulu, seçilmiş nəbisi və razı qalınmış rəsuludur. Şübhəsiz ki, o, peyğəmbərlərin sonuncusu, müttəqilərin imamı, rəsulların əfəndisi və aləmlərin Rəbbinin sevdiyi dostudur. Ondan sonra edilən hər bir peyğəmbərlik iddiası azğınlıq və nəfsə tabe olmaqdır. Sonuncu maddədə o, cinlərə və bütövlükdə bəşəriyyətə haqq, hidayət, nur və aydınlıq səbəbi olaraq göndərilmişdir. İndi isə ötən dəfə qalmış olduğumuz yerdən yeni dərsimizə davam edirik. Ötən dəfə 36-cı maddədə qalmışdıq. 36-cı maddədən etibarən bugün oxuyacağımız mövzu Qur'anın Allahın kəlamı olması ilə bağlıdır. İmam Təhavi 36-cı maddədən etibarən belə deyir. İnnəl Qur'anə kələmullahi. Şübhəsiz ki, Qur'an Allahın kəlamıdır. Bugün oxuduğumuz həmin bu maddə, yəni İnnəl Qur'anə və bundan öncəki oxumuş olduğumuz 32-ci maddə İnnə Muhammədən Abduhul Mustafa, bu maddələrin hər ikisi ilk dərsimizdə oxumuş olduğumuz birinci maddə olan İnnəlləhə vahidun ifadəsinə ətifdir. Yəni İnnəlləhə vahidun, şübhəsiz ki, Allah birdir. Və innə Muhammədən abduhul Mustafa, və Muhammed onun seçilmiş quludur. Və bugün oxuduğumuz maddə və innəl Qur'anə, şübhəsiz ki, Qur'an kələmullahi, Allahın kəlamıdır. Və minhu, ondan, yəni Allahdan, bədə, yəni zahira mənasını verərək ifadə edirik. Allahdan zahir olmuşdur. Bilə keyfiyyətin, keyfiyyətsiz bir şəkildə. Yəni, keyfiyyətsiz olaraq Qur'an Allahdan zahir olmuşdur, qavlən, söz olaraq, keyfiyyətsiz bir söz olaraq. Yəni, məxluqat danışdığı zaman müəyyən orqanlara, üzvlərə, alətlərə və keyfiyyətlərə möhtacdır ki, Uca Allah bütün bunlardan münezzeh və uzadır. O, heç bir keyfiyyət olmadan və məxluqatda olduğu kimi heç bir şeyə möhtac olmadan danışandır. Qur'an da Allahın bu şəkildə bir sözüdür. Və ənzələhu, və onu nazil etmişdir, yəni Qur'anı, alə rasulihi, rəsuluna, vəhyən, vəhy olaraq Rəsuluna nazil etmişdir. Və saddaqahu, və onu təsdiqləmişdir. Kimlər? Əl-müminunə,
möminlər o Qur'anı təsdiqləmişlər. Alə zəlikə, bu şəkildə, bu yönü ilə, yəni Qur'anın vəhy yolu ilə Allahın Rəsuluna nazil etdiyini təsdiqləmişlər. Haqqan, haqq, doğru olaraq təsdiq etmişlər. Və ayqanu, eyni şəkildə o möminlər yəqinliklə inanmışlar. Yəqinliklə inandılar ki, ənəhu o Qur'an kələmullahi Teala. Allahu Teala'nın kəlamıdır. Bil həqiqəti, həqiqətən də Allahu Teala'nın kəlamıdır. Leysə bi məxluqin ya kəlamil bəriyyəti. Leysə bi məxluqin, yaradılmış deyildir. Nə kimi? Kəkəlamil bəriyyəti, insanların kəlamı kimi sonradan yaradılmış deyildir. Fəmən, hər kim səmi'ahu, Qur'anı eşidərsə. Fəmən səmi'ahu fəzə'amə, və hər kim Qur'anı eşidər və zənn edərsə, ənəhu o Qur'an kəlamul bəşəri, bəşər kəlamıdır. Fəqad kəfərə, o şəxs qətiyyətlə kafir olar. Yəni hər kim Qur'anı eşidər və onun bir bəşər kəlamı olduğunu zənn edərsə, o şəxs qətiyyətlə kafir olar. Və qad zəmməhullahu, və Allah o şəxsi qətiyyətlə qınamışdır. Və əbəhu, və onu ayıblamışdır. Və əvədəhu, onu təhdid etmiş, qorxutmuşdur. Nə ilə? Bisəqara, səqarla, yəni cəhənnəm çuxurlarından bir çuxur, cəhənnəm mərtəbələrindən, təbəqələrindən olan bir təbəqə ilə qorxutmuşdur. Haysu, belə ki, bunun örnəyi nədir? Qalə Teala, uca Allah belə buyurur. Səuslihi səqara, onu cəhənnəmə atacağam. Mən onu ilərdə atacağam səqara, cəhənnəmə. Bu ayət İslamın ilk gəldiyi dönəmlərdə Allah Resulü sallallahu aleyhi və səlləm Allahın kəlamı olan Qur'anı Məkkəli müşriklərə təbliğ etdiyi zaman onlar həmin bu kəlamın Allah kəlamı deyil də Muhammed sallallahu aleyhi və səlləmə aid olduğunu iddia edərək Qur'anı yalanlamışdılar. Və bunun üzərinə uca Allah onların cəhənnəmə atılacağını bildirmiş olur. Yəni, fələmmə əvədəllahu, beləliklə Allah təhdid etdi kimi, nə ilə təhdid etdi? Bisəqara, səqarla, kimi, limən o kəsi ki, qalə, o kəs belə deyirdi. İn həzə illə qavlül bəşər. Bu, insan sözündən başqa bir şey deyildir. Yəni, Qur'anın insan sözündən başqa bir şey olmadığını iddia edən kəs, həmin bu təhdidlə təhdid edilmiş, cəhənnəmlə qorxudulmuşdur. Alimnə, biz bildik və ayqannə, inandıq, ənəhu, şübhəsiz ki, o Qur'an, qavlu xaliqil bəşəri, bəşəri yaradanın sözüdür. Yəni, bəşəriyyəti yaradan Allahın sözü olduğunu bildik və ona inandıq. Və lə yuşbihu, o Qur'an bənzəməz, qavləl bəşəri, hər hansısa bir bəşər sözünə bənzəməz. Və mən vəsəfəllahə, 9-cu maddə ilə davam edirik. Və mən hər kim vəsəfə, vəsf edərsə, vəsifləndirərsə, Allahı nə ilə? Bir mənən, bir məna, bir vəsf, bir sifətlə Allahı vəsifləndirərsə, min məanil bəşəri, bəşəriyyətin vəsiflərindən, bəşəriyyətə aid olan mənalardan, vəsiflərdən bir vəsflə hər kim Allahı vəsifləndirərsə, fəqad kəfərə, o kəs kafir olmuş olar. Fəmən əbsara həzə, fəmən, beləliklə hər kim əbsara həzə, bunu düşünsə, bu şey üzərinə düşünsə, i'təbərə, beləliklə o ibrət alır. Və ən misli qavlil kuffəri, və kafirlərin sözlərinə bənzər sözlərdən də
inzecera çəkinib uzaq durar. Və alimə və bilər ki, ənəhu şübhəsiz ki, Allah sifatihi sifətləri ilə bərabər leysə kəlbəşəri bəşər kimi deyildir. Beləcə növbəti dərsimizin də sonuna gəldik. Önümüzdəki dərslərdə görüşmək ümidi ilə Allaha əmanət olun. Əssəlamu aleykum və rəhmətullah.